Nümunələrdə altından xətt çəkilmiş hissələr əsasında Venn diaqramda doğru fikir tələb olunur. Birinci yazıb ki, leksik mənalı sözlərin birləşməsindən yaranıb Koroğlunun atası, Koroğlunun dəlləri. Lakin bir ortada olmalı idi, çünki hər ikisində tərəflər leksik mənalı sözlərdir. Həmşə cümlə özündən sonra gəlir. Birincidə alı kişi, yəni Koroğlunun atası bu əlavədir. Bəli, əlavə həmşə cümlə özündən sonra gəlir. İkincidə isə Koroğlunun dəlləri ümumiləşdirici sözdür. O isə əvvəl də gələ bilər, sonra da gələ bilər. Ona görə 2-nin solda verilməyi doğrudur. Müftəda vəzifəsində işlənib. Alı kişi, yəni Koroğlunun atası Həsən xan atana baxmışdı. Doğrudur, müftədadır. Digərində isə əsir düşmüşdülər kim? Koroğlunun dəlləri doğrudur. Hər ikisi müftədadır. Tamamlığı izah edir. Bu yanlışdır, çünki müftədanı izah edir və izah etmə əlavəyə aid bir fikirdir. Aid olduğu cümlə üzvlərindən sonra işlənib. Bəli, doğrudur. İsmi birləşmədir. Hər ikisi ismi birləşmə olduğu üçün 6-da ortada yazılmalı idi. Cavabımız olacaq 2, 3 və 5.